Həftəlik bürclər, dolça əkizlər, tərəzi bürclərinin hava ünsürlərini 9 martdan 16 marta doğru nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftə hər şeyə qarşı o qədər içinizdə böyük bir enerji var ki, İnan var ki, hər şey inanaraq əldə edəcəyinizi unutmayın. Dolçalar, bu həftə şanslarınız sizin yanınızdadır. Pul maddiyyatla bağlı danışıqlar, pul maddiyyatla bağlı etdiyiniz risklər, sadəcə və sadəcə şərikli işlər və yaxud da kimlərləsə danışmış işləriniz varsa, bunlar askıda qalacaq, bunlar yarımçıqlıqda qalacaq, bir müddət sürətlənməsi yoxdur. Amma buna baxmayaraq dolçalar, tam əmin ola bilərsiniz. Məntiq və kəskin beyninizi, kəskin zamanınızı işə salaraq bu həftə şanslarınızı özünüzə çəkəcəksiniz. Pul maddiyyatla əlaqədar sürətlənmiş enerjilər sizdə olacaq. Və gözləmədiyiniz təkliflər eşidə bilərsiniz, gözləmədiyiniz insanlar həyatınıza gələ bilər. Bu şəxsiyyətlə əlaqədar ola bilər, bu özünüzlə əlaqədar ola bilər. Tam belə qeyri-adi bir vəziyyətdə olacaqsınız ki, sanki bu həftənin sehrində olacaqsınız və bu həftənin ən uğurlarından biri övlad olaraq, dünyaya gəlmə olaraq, bədənin sağlamlığı olaraq, maddisal olaraq bu həftənin ən şanslı insanlardan biri. Çünki qəribə bir qoruyan insanların kölgəsi, qoruyan insanların bir zehni, beyni sizin ətrafınızda fırlanacaq və bunu cümə günündən sonra daha çox sürətli şəkildə özünüzdə güclü hesab etməyə bacaracaqsınız. Çünki 86%-ə qədər dolçular həftənizi uğurlu edə bilərsiniz. Əkizlərə də bu sözü aiddir. Əkizlər də sizdə bu həftənin uğurlarından birisi. Çünki bu həftə ruhsal enerjiniz, bədəninizi sakitləşdirməyiniz, özünüzü tərbiyələndirməyiniz o qədər gözəl məqamdadır. Ən çox da əkizlər qadın. Bugün ruhunuz sakit olacaq. Bu həftə ruhunuz sakit olacaq. Böyük bir narazıçılıqlarınız olmayacaq. Hər şey pozitiv baxmağa çalışacaq. Sadəcə və sadəcə çoxdan etməli olduğunuz əkizlər sərhədli insanlara qarşı qoyacaqsınız. Yəni insanları lazım olan sərhəddə saxlayacaqsınız və o insanlarla məsafəli şəkildə danışıb öz gücünüzü, öz qüdrətinizi göstərə bilərsiniz. Əkizlər sevgi şəxsiyyətinə əlaqədar olaraq böyük bir qapı açılır. Çoxdan istədiyiniz diqqət, istədiyiniz insanın sizə doğru gəlişi, sevgi ilə əlaqədar, münasibətlə əlaqədar, evlə, ev tikilməsi ilə, ev dəyişməsi ilə əlaqədar nə düşüncələriniz varsa bu həftə onların hamısını yerinə yetirə bilərsiniz. Düzdür, əkizlər qadın daha şanslıdır əkizlər ikisindən, amma buna baxmayaraq sizin də şansınız 81%-ə qədər çox. Çünki bu həftə ailəvinizlə də əlaqədar bəzi sərhədlərinizi, bəzi fikirlərinizi bildirib öz qüdrətinizi göstərməyə əkizlər bacaracaqsınız. Gözəl həftədir. Amma gəldik tərəzilərə. Tərəzilər bu həftə öz gücünüzü hər kəsə göstərərək özünüzü körlaşmış bir vəziyyətə qoyacaqsınız. Mən qadirəm, mən bacarıram kimi yanaşmalarınız sizin bir müddət nəyi necə edəcəyiniz, balansınızı itirəcəksiniz, zamanınızı itirəcəksiniz, daxili təklifinizdə qalacaqsınız. Sevgi şəxsiyyətinə əlaqədar gözlədiyiniz irəliləyişlər, gözlədiyiniz yenilənmələr, hamısı monotonluqda, hamısı belə deyim də qəribə bir quyunun içərisində qalacaq. Bu həftə hər şey belə deyim də xaosdur. Hər şey kaşa vəziyyətindədir. Orada onu düzəltməyə çalışacaqsınız. Burada bu yarımçıq qalacaq. Sanki nə baş verdiyini beyin olaraq, məntiq olaraq bir anlıq unutmuş bir şəkildə keçə bilərsiniz. Tərəzilər. Çünki gördüyünüzlə beyninizin icra etdikləri eyni üstə düşmür. Eyni tərəzi şəklində deyil, eyni ədalətli şəkildə deyil. Və insanlara qarşı da düşüncələriniz, insanlara qarşı da məsafəniz, insanlara qarşı yanaşmağınızda sizin blokda olmağınızı, sizin güclənməməyinizi, sizin yarımçılıqda olmağınızı, özünüzlə əlaqədar, inamsızlıqla əlaqədar böyük bir aktivliklərin geridə qalmasına səbəb olacaq. Buna isə heç bir gərək yoxdur. Çox böyük bir pis həftə deyil, amma buna baxmayaraq mənə lazım olan güclü həftə istəyirsinizsə, bu həftə o deyil. Bu həftə şansınız 72%-ə qədər uğurlu edə bilsəz, amma özünüzlə bağlı narazıçılığınız çoxdur. Bunu düzəltməlisiniz. Boyunla, sümüklə əlaqədar bəzi narahatçılıqlarınız olacaq. Bacarırsa bədəninizi bu həftə masajla, terapiyalarla, iynə terapiyasına əlaqədar olaraq, sinirsel olaraq müalicələr etməyə çalışın.